Akşamınız xeyir, əziz izləyicilər. Ben keçən görüşlərimdə sizə Respublikanın baş prokuroru Kamran Əliyevlə görüşüm və görüş zamanı onun başçılığı etdiyi prokurorluq sistemində qanunsuzluqları diqqətinə çatdırmağım barədə məlumat vermişdim. Bu barədə mənim 3 canlı yayımım olub. Sonra yeni il şənlikləri ilə bağlı, Həmrəylik günü ilə bağlı fasilə verdim. Bugün növbəti çıxışımı edirəm. Çıxışımı etməmişdən qabaq bəzi məqamları istəyirəm diqqətinizə çatdıram. Yəqin ki, çoxlarınız da məni kimi Azərbaycanda yaşayan iş adamlarının çoxlu sayda qanunsuzluqlarla üzləşdiklərini, sahibkarlığa qarşı olan qanunsuz əməllər barədə eşidibsiz. Məhz bunun nəticəsidir ki, Azərbaycanda normal iş adamı demək olar ki, qalmır. İmkanı olan bu qanunsuzluqları gördüyünə görə burada olan əmlaklarını satıb xaricə çıxmağa çalışırlar. Bu barədə dəfələrlə deyilib, bunu təkrar eləməyə ehtiyac yoxdur. Bu barədə ölkə prezidenti də dəfələrlə çıxışlarında qeyd edibdir ki, sahibkarlara qarşı olan qanunsuz əməllərə son qoyulmalıdır. Sahibkarların normal çalışması üçün, sahibkarlıqla məşğul olması üçün şərait yaradılmalıdır. Amma buna baxmayaraq qanunsuzluqlar davam edir. Mən dünən bir daha ölkə prezidentinin çıxışını diqqətlə dinlədim. 2 saata yaxın özel telekanallarımıza onun çıxışı oldu, yerli telekanallarımıza. Və orada yəqin sizlər də məni kimi ölkə prezidentinin son illər hansı tali yüklü problemlərin həll etdiyi barədə danışdı. Və o danışıqlarda qırmızı xətlə bir məqam keçirdi. Dəfələrlə Qarabağ məsələsi olsun, ölkə daxili olsun, mövzuya toxunarkən prezident hər dəfə ədalətli olmağa çağırdı hamını. O cümlədən prezident qeyd etdi ki, ölkədə neft və qaz istehsalı azaldığına görə, neft qiymətinin düşdüyünə görə, əlbəttə ki, qeyri-neft sektoru inkişaf etməlidir. Qeyri-neft sektorunun inkişaf etməsi üçün isə birinci növbədə sahibkarlara şərait yaradılmalıdır. İndi mən sizə bir epizodla ölkədə sahibkarlara qarşı olan əngəlləri prokurorluq sistemində mən sizin diqqətinizə çatdıracağım, sonra da əlavələri edəcəm. Mənə müraciət edib Şəmmədov adlı şəxs. Bu adam 2018-ci ildə Rusiyaya getdiyinə görə öz yaxın tanıdığı Əsgərov Cəfər adlı bir şəxsə etibarnamə verir ki, onun təxminən 1200 kvadrat metr sahədə yerləşən Cəlilabad rayonunda olan Orxan Şadlıq Sarayını özəlləşdirsin. Ancaq özəlləşmək üçün verir. Bu adam Əsgərov Cəfər 18 iyun 19-cu ildə, yəni o etibarnaməni aldıqdan təxminən bir il sonra çıxarış alır və çıxarışı alandan dərhal sonra 20 iyunda, yəni 2 gün sonra həmin Orxan Şadlıq Sarayını qardaşı oğlu Əsgərov Mirxasa 200 min manata satır. Şəmmədov Rusiyada burada bunu xəbər tutan kimi orada işlərini qoyur, qayıdır Azərbaycana, müraciət edir məhkəməyə, Cəlilabad rayon məhkəməsində. İlk dəfə 9-u yanvarda 20-ci ildə Cəlilabad rayon məhkəməsi bunun iddiasını rədd edir. Şəmmədov apellyasiya şikayəti verir. İş apellyasiyada baxılana qədər həmin bu Əsgərovlar Orxan Şadlıq Sarayını rabitə banka qoyurlar və 150 min manat girov qoyurlar, 150 min manat kredit çəkirlər. Şəmmədovun işinə
apellyasiya məhkəməsində baxılır. Apellyasiya məhkəməsi 2 fevral 21-ci ildə bütün o qanunsuz əməlləri hamısını ləğv edir və Orxan Şadlıq evini yenidən qaytarır Şəmmədova, yəni öz sahibinə. Bu arada yenidən Əsgərovlar Orxan Şadlıq evini yenidən Lənkəran Rabitə Bank filialına girov qoyurlar və bilə-bilə ki, artıq məhkəmə o qərarı ləğv edib, yenidən 120 min manat pul götürürlər. Birinci 150 min götürdüyü deyək, kreditin 1 manat da ödəmədən 11 aydan sonra Rabitə Bank bunlara yenidən 120 min manat kredit verir. Nə üçün? Olacaq ki, o Rabitə Bankın müdiri Adiyev Elçin də bunların qohumudur. Həmin Adiyev Elçin ki, hansı ki, elə həmin o vaxtlarda mənimsəməyə görə Lənkəran rayon prokurorluğunda cinayət məsuliyyətinə cəlb olunur, 500 min manat mənimsəmədən söhbət gedir. Amma hansı səbəbdənsə ya ödül, ödəmə olur, nə olur, o heç məhkəməyə gedib çıxmır. Prokurorluqda həmin işin başına daş salırlar. Əsgərovlar müraciət edirlər ali məhkəməyə. Ali məhkəmədə qüvvədə saxlayır ki, həmin Orxan Şadlıq evi qanunsuz satılıbdır Əsgərov tərəfindən və o məxsusdur Şəmmədova. Axı 270 min manat girov var. Rabitə Bank müraciət eləyir Şirvan Kommersiya Məhkəməsinə ki, ya pul qaytarılsın, yaxud da ki, həmin o girov ödəmə əvəzinə yönəlsin. Şirvan Kommersiya Məhkəməsi qərar qəbul eləyir ki, Rabitə Banka pul əvəzinə həmin Orxan Şadlıq Şadlıq Sarayı verilsin. Bunu bilən Şəmmədov qoşulur bu işə, maraqlı şəxs kimi müraciət edir Azərbaycan Respublikası Ali Məhkəməsinə. Ali Məhkəmə qərar qəbul eləyir, düzgün də qərar qəbul eləyir ki, girov olubdur Orxan Şadlıq Sarayı, 270 min manat borc var və Şirvan məhkəməsinin qərarını qüvvədə saxlayır. Ancaq o arada olan hadisələr yoxdur. Çox qanunsuz özəlləşdirmə, qanunsuz bacısı oğluna satma. Sonra artıq Rabitə Bankın girovunda olanda Rabitə Bank həmin o qohumları Hadiyev vasitəsilə bunu hərraca çıxardıb, qohumları hakimə satırlar 200 min manat həmin Orxan Şadlıq Sarayını. Ali məhkəmə bununla bağlı 4 iyun 25-ci ildə xüsusi qərardat çıxarır. Və xüsusi qəradatda qeyd edir ki, həmin Əsgərovlar, Əsgərov Mirxas, Əsgərov Səfər Sahiboğlu və Rabitə Bankda işləyən yaxın qohumları Adiyev Elçin, bunların hərəkətlərində cinayət tərkibi var. Həmin ona görə iş materialları göndərilir Respublika Prokurorluğunun Korrupsiya Baş İdarəsinə. Təxminən iyul ayının sonu iş gəlir Respublika Prokurorluğunun Korrupsiya Baş İdarəsinə. İş gələn gündən mən xəbər tuturam ki, həmin işlər müstəntiqlərdədir. Üzr istəyirəm sizdən. Əvvəl Emin Yusifov adlı müstəntiqdə olur. Dəfələrlə ona zəng eləyirəm ki, bu iş barədə nə qərar qəbul olunub. İyul ayı mənə cavab verirlər ki, biz araşdırma aparırıq. Avqust ayı cavab verirlər ki, araşdırma aparırıq. Mən müraciət eləyirəm onların şöbə müdürü Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin rəis müavini var, Kazım Həmzətovu tapıram. Ona müraciət eləyirəm ki, 3 aydan artıqdır, bu işlə bağlı mənə ancaq araşdırma aparılır deyilir.
O da mənə cavab verir ki, araşdırma aparılır. Sonra biz nə müəyyən edirik? Yəni mən onlara müraciət edə biz zərər çəkən tərəf, bizə qarşı dəladuzluq eləyən tərəflər var. Da bizim əmlakımızı qovub girov götürənlər. Demək, İş Apellyasiya Korrupsiya Baş İdarəsinə daxil olan kimi 6 avqustda, yəni iyulda daxil olur, təxminən bir həftədən sonra həmin Kazım Həmzədovun imzasıyla Cəlilabad rayonu Patamdağ kəndində yaşayan Əsgərov Cəfər Sahiboğluna yazır ki, müraciətinizə cavab olaraq bildiririk ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 4 iyun 25-ci il tarixli xüsusi qərardat əsasında baş idarədə araşdırma aparılmış və cinayət xarakterli xüsusiyyətlər aşkar olunmamışdır. Mən 3 ay müraciət edirəm ki, Ali Məhkəmənin xüsusi qərardatında zərər çəkən bizik. Bizə qarşı dəladuzluq olubdur, Orxan Şadlıq Sarayını qanunsuz banka girov qoyublar və mənimsəyiblər faktiki olaraq. Mənə deyirlər ki, yalandan araşdırma gedir. Eyni vaxtda iş ora daxil olandan bir həftə sonra həmin o cinayətkar hesab olunan Ali Məhkəmənin qərarı ilə şəxsə 6 gün sonra iş daxil olandan cavab verilir ki, sizin əməlinizdə heç bir cinayət tərkibi yoxdur. Eyni cavab 12 sentyabrda Rabitə Banka verilir. Yəni mən bütün bu hadisələrin hamısını ondan sonra bu qərarı əldə edəndən sonra olmuşam Korrupsiya Baş İdarəsində rəis müavini Asəm müəllim adlı bir şəxs var onun yanında. O da mənə deyib ki, araşdırma aparılır. Yəni güya bu məktublar heç yoxdur. Hərçənd ki, onlar cavab verib artıq qərar qəbul ediblər ki, Ali Məhkəmənin qəbul etdiyi qərar qanunsuzdur. Bu şəxslərin əməlində heç bir cinayət tərkibi yoxdur. Əziz səfə izləyiciləri, mən nə üçün bunları bir fakt sizin diqqətinizə çatdırıram? Mən keçən çıxışlarımda da demişdim. Və bugün də sizə deyirəm ki, mən inanıram ki, 26-cı il ölkədə köklü dəyişikliklər ili olacaqdır. Qarabağ problemini həll etmişik. O barədə şükür Allaha problemimiz yoxdur. Amma ondan da böyük problem ölkədə olan korrupsiyadır. Ölkədə olan rüşvətxorluqdur. Bu işlərlə bağlı mən məsuliyyət daşımamaq üçün sabah mənim bilirəm ki, Kamran Əliyev də, onun tabiçiliyində olanlar da, o cümlədən başqa deyək, hüquq mühafizə orqanları, məhkəmə sistemində olanlar məni belə məmuniyyətlə məhkəməyə verib həbsə atdırmaq istəyərlər. Ona görə ki, mənim onlara həm məhkəmələrdə dediklərimi, həm ərzədə yazdıqlarımı çox az adam deyər. Oldu ki, canlı yayımda. Mən bunu nə üçün edirəm? Ona görə ki, mən həm məhkəmədə işləmişəm, həm prokurorluq sistemində, vəkillikdə mən bir şeyi dəqiq bilirəm. Ölkədə prokurorluq sistemində qayda, qanun, ədalət, qanunun aliliyi təmin olunmayınca ədalətdən danışmaq yersizdir. Ona görə ki, məhz prokurorluq bütün ölkə üzrə, hüquq mühafizə orqanlarında, məhkəmələrdə, hər yerdə qanunun təmin olunmasına nəzarət edən bir orqandır. Amma mən sizə göstərdiyim faktları cinayət törədilir. Biri Rabitə Bankı, həmin adamı işdən çıxardıblar, Hadiyevi. 500 min yer Lənkəran prokurorluğu bu işi batırır. Ondan başqa sahibkarın əmlakını əlindən alan, mənimsəyən dəladuzluq yolu ilə banka qoyub, bilə-bilə ki, o əmlak onların deyili. 270 min bankdan kredit alanın əmlakını da əlindən alırlar. Prokurorluğa Ali Məhkəmə göstəriş verir ki, bu şəxslərin əməllərində cinayət tərkibi var. Prokurorluq işdə ziyan çəkən sahibkarın hüququnu müdafiə etmək əvəzinə
onun vəkilinə dəfələrlə zənginə deyir ki, biz araşdırma aparırıq. Yalandan, heç bir araşdırma aparmadan bir həftə ərzində mən yenə deyirəm, Azərbaycan balaca ölkədir. Həmin iş üzrə harda kimə nə verilib onu hamı bilir. Prokurorluq da onu məndən də yaxşı bilir. Amma müəyyən etmək istəmirlər. Mən burada ad-badı çəkmək istəmirəm. Hərçənd ki, görüşlərdə Respublika Baş Prokurorunun Korrupsiya İdarəsinin ən məsul vəzifəli şəxslərində mən alınan rüşvətin miqdarına qədər demişəm. Mənim bu günlərim çoxlarınız deyəsiniz ki, Aslan İsmailov yəni bu yaşında göz önünə nələr alır gedir, mənim ağlım yerindədir. Özüm də həbsə düşmək istəmirəm. Buradan bir daha təkrar edirəm. Mən dövlətimə inanıram. Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab verirəm. Ona görə ki, Prezident sonuncu çıxışında da dönə-dönə təkrar etdi ki, ictimai nəzarət olmalıdır. Əgər biz vətəndaşlar olaraq Baş Prokurordan, Daxili İşlər Nazirliyindən, Şəhər Prokurorundan, Ağır Cinayətlər Məhkəməsinin sədrindən, Apellyasiyanın sədrindən qorxub olanları deməsək, bu belə də davam edəcək. Mən çox təəssüf edirəm ki, mənim vəkil kollegalarımın əksəriyyəti bunun mən danışdığımdan 10 qatını bilirlər. Ona görə ki, mən məhkəmələrə tez-tez çıxmıram. 22-ci ildən bərpa olunduğundan bu günə icraatımda təxminən 8-9 iş olubdur. O işlərin heç biri Baş Prokurorluq tərəfindən ədalətli nəticələnməsinə yol verilməyib, qarşı alınıb. Kamran Əliyevin məqsədi nə olduğunu mən hələ də anlamıram. Amma mən sizə dəqiq dediyim bir şeydir. Bütün bu qanunsuzların hamısını mən sonuncu görüşümüzdə ölkənin baş prokuroru Kamran Əliyevə bütün çılpaqlığıyla demişəm. Necə olur, hansı rüşvətxorluq, hansı korrupsiya baş alıb gedir. Bu günlərin həmin o korrupsiya baş idarəsi vaxtilə Milli Təhlükəsizlik Nazirliyində Çovdar adlı bir adam var idi və orada idarələr yaratmışdı. Təxminən eyni şey eləyirlər. Ola bilsin, biraz mədəni formada eləyirlər. Amma olunan odur. Mən isə ölkə başçısının çağırışını eşidib, susmaq fikrim yoxdur. Bir də mən inanıram ki, məni tanıyan, deyək, bilən ölkə başçısı məni necə ki, indiyənə qədər Ramiz Mehdiyev dəstəsinə qurban verməmişdi. Bundan sonra da başqa dəstələrə də qurban verməz. Ramiz Mehdiyev işi ilə bağlı da bir neçə söz deyim, səhifə izləyiciləri. Çoxlarınız mənə müraciət edirsiniz ki, Aslan müəllim, siz niyə sustunuz? Və çoxlarınız yazırsınız ki, bu növbəti bir şoudur. Demişəm, bir daha sizə təkrar edirəm. Ramiz Mehdiyev işi Azərbaycan üçün talih yüklü işdir və heç də o şou deyil. Məhz ona şou adı geydirmək istəyənlər, bu təbliğatı aparanlar Ramiz Mehdiyev dəstəsidir. Onlar isə çox böyük və çox güclüdürlər, onu biləsiniz. Çox güclüdürlər. Mənim bu çıxışlarım tək baş prokurorluqla yekunlaşmayacaq. Mən buradan bir daha təkrar edirəm. Mənim Ali Məhkəmənin sədri İnam Kərimovun vəkillərlə keçirdiyi görüşdə də mən hər şey çılpaqlığıyla demişəm. Burada onu təkrarlamaq istəmirəm. Ona görə ki, mən orada Ali Məhkəmənin sədrinin mənim dediklərimi eşitmək istədiyini gördüm. Eşitmək istədiyini və o birinci dəfə deyil idi. İkinci dəfə mənim orada iştirakım və çıxışım idi. Birinci çıxışımdan sonra qaldırdığım bir çox məsələlərin həllini gördüm və gördüyüm başqa bir şey də var. Bugün bütün Ali Məhkəmə sistemini tək başına İnam Kərimov düzəldən deyil, onu bilmək lazımdır. Ona görə ki, məhkəmə sisteminin ən azı yarısından çoxu
Ramiz Meytev dövrü formalaşmışlardı. Və onlar da əməllərindən əl çəkmək fikrində deyirlər. Bu gün də həmin əməllərini davam etdirirlər. Ona görə biz vətəndaş olaraq ölkə başçısının çağırışına diqqətlə yanaşmalıyıq. Heç kim hesab etməsin ki, indi kimə deyəndə hamı əlini belə eləyir. Mən sizə əmin eləyirəm. 2005-ci ildə mən ölkə prezidenti İlham Əliyevlə görüşdə bir şeyə dəqiq əmin oldum. Ki, bu insan həqiqətən bütöv, müstəqil, güclü Azərbaycan görmək istəyir. Firavan Azərbaycan görmək istəyir. Ona görə də 2013-cü ildən 20-ci ilə qədər başıma hansı oyunlar gəlmədi, hamısını siz gördünüz. Dəfələrlə vəkillikdən qovuldum, banditizmdə döyüldüm, dəfələrlə başqa polis idarələrinə aparıldım, 3 dəfə məhkum olundum. Amma mən heç vaxt, və bunun da hamısının bir deyək, məqsədi var idi. Ramiz Meytev və onun dəstəsinin məni inandırmaq istəməsi ki, hamısının başında duran İlham Əliyevdir. Yadınızdadırsa da müharibədən əvvəl də mən məhz İlham Əliyevə inamımdan çıxış edərək hamınızı səsləyirdim ki, müharibə olacaq və biz torpağımızı azad edəcəyik. Bu gün də mən ölkə prezidentinə inanıb bu çıxışlarımı edirəm. Və hesab edirəm ki, bu heç də faydasız olmayacaqdır. Mən həyatımın mənasını dövlətimə qulluq etməkdə görmüşəm. Və buradan mənim bu Kamran Əliyevlə çıxışımla bağlı bir neçə suallar olub məni. Bəzən yaxşı tanıyanlar da mənə belə ciddi sual veriblər ki, Aslan müəllim, kim göstəriş veribdir? Mən sizə dəfələrlə dediyimi bir daha təkrar edirəm. Azərbaycana gəldiyim 1989-cu ildən bu günə heç bir qruplaşmada olmamışam. Heç bir klanlarda olmamışam. Heç bir oyunlarda iştirak etməmişəm. Bundan sonra da iştirak etmək fikrim yoxdur. Mənim məqsədim, mən cavan yaşlarımda Rusiyada 28 yaşında məhkəmə sədr vəzifəsini atıb, Respublika prokuroruna sıralı bir vəzifəyə gəlmişəm. Və gəlmişəm ki, dövlətimə qulluq edeyim. Və məqsədim də bu gün odur. Artıq 68 yaşımda mənim hansısa iddiam yoxdur. Əgər bundan sonra mən Aslan İsmayılovda hansısa iddia görsəz, yaxud hansısa klanda, qrupda təmsil olunduğumu görsəz, mənə məmnuniyyətlə, sevə-sevə lənət oxumağınızı sizə halal eləyirəm. İndi isə deyirəm, gecəniz xeyrə qalsın, yeni ilimiz uğurlu olsun, çox ağır bir ilə giririk. Ona görə ki, mən köklü dəyişikliklər olacağına inanıram. İlk növbədə bu dəyişikliklər Ramiz Meytev komandasını kürməklə başlayacaq. İkinci növbədə də onun dəstəsinə deyək, məxsus olmayanda, amma korrupsiya əməlindən əl çəkmək istəməyənlərin də həbsini siz görəcəksiniz. Prezident son çıxışında açıq-aşkar dedi. 47 gün işləyən bir şəxsi niyə vəzifədən azad etdi? Yəni, heç kimə güzəşt olmayacaq. Kim kimin adamıdır, kim kimin klanındadır, kim kimin arxasındadır. Və biz xalq olaraq prezidentə inanmalıyıq və hüququmuzu qorumalıyıq. Biz qorxmamalıyıq. Biz çox qorxağıq. Mən bunu heç kimlə çəkinmədən deyirəm. Bir də bizim əksəriyyətimiz üçün haqq, ədalət özümüzə toxunanda olur. Başqasına toxunanda yox. Bir şeyi də qeyd edeyim. Mənim kimi çıxış eləmək üçün həyatı elə yaşamalısan ki, sabah sənin gözünə soxub içəri soxmasınlar. Mən həyatımı düz yaşamışam. Bundan sonra da hansısa qanun pozuntusuna yol vermək fikrim yoxdur. Mənim bu günlərim, bu çıxışım da Kamran Əliyevə qarşı hansısa aqressiyamdan, hansısa ədavətimdən irəli gəlmir. Ola bilsin gücü çatmır. Gücü çatmır, gücü çatanlara desin ki, mənim gücüm çatmır qarşısını almağa. Gücü çatmır, yəni bu ölkədə bir istefa mədəniyyəti qoymaq lazımdır. Gücüm çatmır. Prezident mənə göstəriş verdi ki, ədaləti təmin et. Mən prokurorluqda bunu təmin edə bilmirəm. İstefa ver, çıx get. Qoy başqası gəlsin.
Bizim en büyük belamız bilirsiniz nedendir? Vəzifədə olanların əksəriyyəti oliqarxlardır. Və onlar bir-birinin ayağını basmaqdan çəkinirlər. Ona görə ki, sabah o birisi də bunun cinayətlərini ifşa eləyəcəkdir. Ona görə mən müraciət edirəm ölkədə özünü ziyalı sayan təbəqiyə. Bəsdir, biz oturduq, sustuq, yığışdıq 10 nəfər, 20 nəfər, şəkil çəkdik, paylaşdıq. Biz ölkə ziyalıları yığışdıq, bir-birimizi təriflədik. Ölkə ziyalıları bir-birini tərifləmək üçün deyil. Ölkə ziyalıları ölkədə xalqın vəziyyətini anlamaq, ona kömək etməyə çalışmaq, ölkədəki çatışmamazlığı aradan qaldırmaq, şəxsi mənəfiyindən ictimai mənəfiyi üstün tutmaq deməkdir. Sağ olun, gecəniz xeyrə qalsın.